Salam, hər vaxtınız xeyir olsun. Bugün mən kəşfətdə hər gün qarşıma çıxan həmin o tiramisu toplarını hazırladım. Əslində hazırlayarkən düşünmürdüm ki, belə ləzzətli alınacaq. Amma hazır olandan sonra gördüm ki, yox, bu çox ləzzətli şirniyyatdır və hamınız bunu mütləq sınamalısınız. Deməzdim ki, orijinal tiramisu ilə eyni daddadır. Yox, təbii ki, eyni ola bilməz, lakin bu şirniyyat da çox ləzzətlidir və asan hazırlanır. Bir də sağlam olmağı mənim üçün çox böyük üstünlükdür. Dadlı alınması üçün bir neçə nüans var, mən onları sizlər üçün qeyd etmək istəyirəm. Birincisi mascarpone pendiridir. Çalışın mütləq mascarpone pendirindən istifadə edin. İkincisi odur ki, kakaonu tünd seçin. Sonuncu nüans isə kofedir. Kofeni çox yaxşı seçməlisiniz, çünki kofe əgər ləzzətlidirsə, deməli tiramisu toplarınız ləzzətlidir. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun.